Çox hissiyatlı uşaqdır, səsi də çox gözəldir, həqiqətən. Təsəvvür olması. Çox xoş oldu ki, Məsum İbrahimov kimi sənətkarın qarşısında şeir dedim. Mən bu günləri Qarabağ şikəstəsini oxumuşam. Məsum İbrahimovun çox xoşuna gəlib və mən də çox sevindim onu deməyə. Bizi gözəl tədbirinizə dəvət etdiyiniz üçün təşəkkür edirəm. Mənə çox xoş oldu ki, bizim dəyərli sənətkarımız Məsum İbrahimovun qarşısında çıxış etdim. Heyrətli Zəri muğamını ifa etdim. Tədbiri təşkil edən təşkilatçılara təşəkkürümü bildirirəm. Bu işğaldan azad olmuş Yeni Füzulimizdə sənətkarın dostu layihəsinin mən görüşündə iştirak elədim bu layihədə. Həqiqətən çox qürur verici anlar idi. Burada məskunlaşmış insanlarla və o kiçik yaşlı xanəndələrlə görüşmək, o insanların münasibəti. Əlbəttə, ilk dəfə idi ki, işğaldan azad olmuş Yeni Füzulimizdə biz bu görüşü keçirdik. Həqiqətən Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin. Allah Ali Baş Komandanımızı qorusun ki, onların sayəsində biz bu günləri, bax bu zəfəri qazandıq və elə
Zəfər bayramı ərəfəsində bax bu görüşümüzü gerçəkləşdirdik və sonunda mən öz yetirmələrimlə, Günayla, Orxanla, elə Qarabaş kəsəsin, bax bütün o tamaşaçıların ayaq üstə bir yerdə onu bizlə bərabər coşqu ilə dinləməsi bizim üçün doğrudan ayrı bir iş idi, əlbəttə ki, yaxşı mənada bir qürur verici idi. Və mən sənət dostlarıma təşəkkür edirəm, Elçin Həşimova, Elnur Əhmədova, Mədəniyyət Nazirliyinin rəhbəri ilə Adil müəllim başda olmaqla Vüqar Hümbətova, Regional Mədəniyyət İdarəsinə, Aydın müəllimə, onların komandasına ki, hər birini bax bu çəkiliş qrupuna ki, bizlə bərabər bax bu görüş gerçəkləşdirdiniz. Zəfərimiz əbədi olsun, bayrağımız hər zaman zirvədə dalğalansın. Təşəkkür edirəm.